Salam değerli izleyiciler. Bu qədimi balaxanıdır. Baxmayaraq ki, qədimi balaxanı gün-gündən gözəlləşir, amma yeni dirəklər, elektrik dirəkləri bastırılsa da və buna baxmayaraq rabitə dirəyi bastırılsa da, rabitə dirəyi artıq qırılıb sıradan çıxmasına baxmayaraq, təzə dirəyin olmasına baxmayaraq, rabitə işçiləri hələ də biganə yanaşır. Şnurların tam olaraq böyük bir hörümçək toruna bənzəməsi bunu göstərir ki, balaxanıda rabitənin idarəsinin olmaması və fəaliyyətinin olmamasından xəbər verir. Təzə işıq dirəklərimiz isə baxın, işıq dirəklərimiz var. Həm də buna baxmayaraq ki, yenə də dirəklər öz yerində deyil. Rabitə idarəsinin əməkdaşlarına dəfələrlə Nazirliyinə, Elektronika və Nəqliyyat Rabitə Nazirliyinə müraciət etsəm də, Sabunçu rayon da Rabitə idarəsinə, Rabitə qovşağına müraciət etsəm də, bu dirəyi çıxartmaq niyyətində deyirlər. Bir neçə dəfə pəncərənin sınmasına səbəb olub, artıq qonşunun sayğacının sınmasına səbəb olub. Baxılan kimi hədsiz biabırçı bir vəziyyətdədir. Sayğaclar demək olar ki, abunəsi qazdan istifadə edir. Dövlət Azəriqaz isə sayğacdan əldə olunan gəlirdir. Eyni ilə Azərişıq da, Rabitə də buradan istifadə edib pul qazandığı halda mənim yaşayışımı məhdudlaşdırır. İmkan vermirlər ki, pul qazandıqları halda imkan vermirlər ki, mən də bu yaşayış şəraitini yaxşılaşdırım. Baxın, yaşayış şəraitinin yaxşılaşdırılması imkansızdır. Baxmayaraq ikinci dirək var. Bunlar növbəti dirəyin böyrünə bir dirək də gətirib bastırmaqla güya ki xidmət göstərdilər. Abunəçidən pul qazanan bunlar mənim yaşayışı məhdudlaşdırılan mən. Bunun üçün də mən inanıram ki, Azərişıq mənə pul ödəməli olacaqdır ki, ən azından onun dirəyini qoruyuram, satmasınlar. Yeməsinlər deyin və zamanı gələndə gəlib satacaqlar. Rabitə də baxmayaraq dirəyi dibindən sınıb, dibinə çürüməsinə baxmayaraq, baxın, çürüməsinə baxmayaraq gətirib rabitə böyrünə birini də bastırıbdır ki, güya ki əlavə dirəkdir. Bu dirəyin də hansı ki böyründə bastırdığı beton dirək, yəni hardasa 20 santidən o cürdür. Yəni özünlə bircə götürüb aparacaq. Baxın, bu da təzə dirək. Əgər təzə dirək varsa, köhnəyə ehtiyac görünür ki, Rabitə idarəsi də qazanclarını məndən böləcək. Azəriqaz da, Azərişıq da məndən böləcəkdir ki, tam olaraq yəni ki, məni yaşamaqda mənə çətinliklər yaratdıqları üçün. Baxın, hər tərəf sayğac dolu. Qədimi bir balaxanıda bu günləri abadlıq geniş inkişaf etmiş şəkildə abadlıq etdiyi halda və geniş xidmətlər göstərib küçələri fəsadlarını və o cümlədən asfalt örtüklərini və dam örtüklərini təzələdiyi halda Rabitə hələ də 70-ci illərdən olduğu kimi yenə də demək olar ki,
şnurlarla örümcək toru yaratmaqdadır. Baxın, belədir. Rabitə şnuru olar, bax. Gör necə də gözəl şlanklarla və o cümlədən bax, belə şlanklarla insanların həyatında yaşamalarını çox məhdudlaşdırıb, onlara zülm etməkdən, əziyyət verməkdən və insanların yaşayış şəraitini yaxşılaşdırmaqda çətinlik çəkir, özlərinə pul qazanan gələcəyindən ki, cəmaət 21-ci əsrdə elektron sistemlər formalaşdırdığı halda bizim rabitəmiz hələ də bir dirəyini çıxardamır, dirəyin dibinə dirək vurub insanların həyatını məhdudlaşdırmaqladır. Görünür ki, rabitə idarəsi ən azından bu dirəyin çürüməsindən yox, onun lazımsız olmasından yana sahib çıxmır. Diqqətinizə görə minnətdaram, inanıram ki, tez bir müddətdə hər bir şəxs öz şərhlərini yazacaq. Necə ki, həyatımıza girib məhv edən naxəlif məmurlarımız var. O cür rabitə dirəklərimiz var ki, insanların həyatını məhdudlaşdırır, yaşayışını məhdudlaşdırır, təhlükə ilə insanları üz-üzə qoyur. Sağ olun, yaxşı ki varsınız.